Salam aleyküm, hardayam deməli, Hökməli dairəsindən də yolu var. Ağbazar keçidinin oradan da yolu var. 2 mərtəbəli şəxsi tikili ev axtardınızsa daha axtarmağa dəyməz. Sən seyxo verir. Navəsə bax, ev adamla həqiqətən danışır, rəqs eləyir. Həyətdə bax, bu evdə bütün üstünlüklər var. Ayrıca bağında var, ağac əkmək üçün, gül əkmək üçün. Plus tam etdi, qonaqlara gələndə navəsli həyətində var. Üzü kabantikli daşlardan işlənib. Çöldə də ayıq olsa hamam var. Evin içərisində də var əşyalı, 2 mərtəbəli belə bir ev sən tapa bilməzsən. Həqiqətən çox ideal qiymətə. Buradan da evin yanına keçmək xodu var. Ev həqiqətən çox gözəldir. Qiyməti də endi. Nə qədər endi? 2500, 2300 manat endi. Bugünkü gündə sən bu qiymətə belə bir səliqəli, tam təmirli ev tapa bilməzsən. Zala bax. Zal adamla rəqs edir. Bu aşağının zaldır, yuxarının da zalı ayrıdır. İçəridə nə görürsənsə 90% qalacaq. 1-2 əşya götürüləcək. Qalan nə görürsən hamısı qalacaq. Qalxır bir dənə ikinci mərtəbəyə tanış olaq. Burada da ayrıca, buradan gəldi. Burada da bir otaqdır. Baxın. Bir yanında otağımız buradadır. Həqiqətən çox səliqəli evdir. Bu qiymətə belə bir ev sən tapa bilməzsən. Elit məhəllədə ev axtarırdın ha. Yəni bura sənin üçün ideal variantdır. Burada da baxın artıq nəysə oldu qoymağa padval kimisidir. Burada da ayrıca kombi otağıdır. Artıq nəysə olsa yığa bilərsiniz. Yəni artıq həqiqətən bu evdə hər şey fikirləşilib. Qiyməti ideal, evin özü ideal. Yəni sən bu evi alıb konkret yatırım eləyirsən özün üçün. Yəni bugünkü gündə bunun qiyməti bu qiymət deyil. Yəni amma bu qiymətdən verir. Bura əslində zal olub, yataq otaq eləyiblər. Sən nə proyekt istəsən eləyə bilərsən. İçəridə əşyalar var ha. Hamısı gördükləri, hamısı qalacaq. Yəni qiymət əla, evin özü